Hər dəfə yemək bişirməyə başlayanda şalı götürüb ki, başımı bağlayıram. Hər gün anama bənzədiyimi yaş ötdükcə daha çox hiss edirəm. Anam uşaq vaxtı danışırdı ki, bir qadın olub, yaddaşı zəifləyib. Və zəifləsə də qeyri-ixtiyari olaraq hər gün uşaqlarının pişirdiyi, istədiyi yeməkləri vaxtında bişirirmiş. İçinin ədəvaları, ərzaqları, hamısı yerli, yataqlı yerindəymiş. Və hər dəfə yeməyi ocağa qoyanda pişir, gülümsüyür, süfrəyə qoyanda gülümsüyür. Uşaqlar yaxın məhəttəl qalır, anada Alzheimer var. Ananın yaddaşı yoxdur. Necə olur bu yeməkləri hazırlayır? Və ananın əl yaddaşı var. Elə bir əl yaddaşı ki, o əl yaddaşında uzun illərin mirası, uzun illərin istiliyi,